28 günə 16 kilo itirdiniz Bəli, və bu bəli. sağlam formada oldu. Axır 10-15 ildə bu qədər heç arıqlamamışdım. Orqanizmlər fərqlidir. Hər bir orqanizm özü özlüyündə bir hekayədir. Ümumiyyətlə orqanizmə uyğun qidalanma menyusu tərtib olunmalıdır. Hər dəfə siz daha çox kalori qəbul etdikdə lazım olanı xərcləyirsiniz, lazım olmayan depoya göndərilir və hər dəfə bu pi kütləsi artır. Qısa müddətdə o yağ qazanılmadığı kimi qısa müddətdə də atılmır. Bu diyeti dayandırdıqdan sonra o verdiyi çəki artıqlaması ilə geri qayıdır. Yaşlanmamaq lazımdır, yaş almaq lazımdır. Mən onlara menyunu verdim və vəssalam, get iradənlə məşğul ol da. Yəni böyük şuurlu adamsan. Menyunu vermişəm də get bax elə. Bu doğru yanaşma deyil. O insanın diyetoloqa ehtiyacı var ki, gəlib sənin yanına. Çəki vermək həqiqətən insanın özünə olan inamı da bərpa edir. Arıqlama müalicə prosesidir. Sadəcə çəki vermək deyil.